Deməli, bugünkü dərsimiz hidroliz. Hidroliz nə deməkdir? Hidro, su, lizis isə parçalayıram sözündən götürülüb. Hidro, su, lizis isə parçalayıram deməkdir. Yəni, duzların su mühitində parçalanması hidroliz adlanır. Cümləni bir də yadda saxlayın. Duzların su mühitində parçalanması hidroliz adlanır. Biz birinci əl hidrolizə baxmamışlar. Bir damcı yadımıza nəyi salaq? Çöküntüləri. Deyirik ki, turşulardan çöküntülər hansılar idi? Silikat, borat turşusu çöküntüydü. Qalan keçdiyimiz turşular suda yaxşı həll olur. Nə bilim, orta fosfat, nitro, hər nə olur olsa suda yaxşı həll olur. Uçqan eləmə. 2. Əsaslardan bir dənə aktiv metalların hidroksitləri suda yaxşı həll olur da, natrium OH, kalium OH, kalsium hidroksid və s. Yerdə qalan az aktiv metalın hidroksitləri çöküntülərdir eyni dəfə. Duzları da ki, duzları yazmıram bir lap deyək. Natrium, kalium, NH4-ün bütün duzları suda yaxşı həll olur. Nitrat turşusunun bütün duzları suda yaxşı həll olur. Xloridlərdən arginin və polimin xloridlərdən argentium, belə yazaq, xloridlərdən arginin və polimin xloridi çöküntüdür. Yerdə qalan xloridlər suda yaxşı həll olur. Sulfatlardan kalsium, stronsium, argentium, polimbiyum, barium sulfatı çöküntüdür. Qalan suda yaxşı həll olur. Sulfidlərin, karbonatların, orta fosfatların, silikatların hamısı çöküntüdür. Natrium, kalium, NH4-ünkündən başqa yerdə qalanlar hamısı çöküntüdür. Bu çöküntüləri bilməliyik ki, çöküntüləri bilməsə hidroliz söhbəti, ya da bundan sonra elektroliz, nə də dissosiasiyanı bilməyəcəyik. Hidroliz deməli nə oldu? Duzların su mühitində parçalanması hidroliz adlanır. Duz deyəndə duz nə başa düşürük? Metal və turşu qalığı. Bir də metal olmasa nə ola bilər içində? NH4, xlorid, yəni turşu qalığı. Yəni metal və turşu qalığı olmalı duzun içində və yaxud metal yoxsa NH4-ün duzu olmalıdır. Deməli, duzların içində metal atom və turşu qalığı ola bilir. 1. Hidroliz baxımından duzlar 4 yerə bölünür. Biri var, hidroliz adı çəkmir. Duzlar neçə cür duzlar var? 5 cür keçdidə. Normal, 2 qat, qarışıq, turş, əsasi, yəni məktəb proqramında bunu keçirik. Kompleks duzlar da var. Kompleks duzlar belə yazılır. O duzun digər 6-cı növü deyil. Yəni kompleks duz belə transkripsiyanın içində yazılır. O elə testə düşmür. Hidroliz baxımından duzlar 4 yerə bölünür. Qüvvətli əsas, qüvvətli turşudan əmələ gələn duzlar. İkinci, qüvvətli əsas, bunu qüvvətli dediyimi, bunu zəif deyək. Zəif turşudan əmələ gələn duzlar. Üçüncü, indi bir dəfə bunu zəif deyim, bunu qüvvətli deyim. Zəif əsas, qüvvətli turşudan əmələ gələn duzlar. Dördüncü, hər ikisini zəif deyək. Hər ikisini qüvvətli demişdik mi? Qüvvətli əsas, qüvvətli turşudan əmələ gələn duzlar. Cümləni bir də deyirəm. Hidroliz baxımından duzlar 4 yerə bölünür. Qüvvətli əsas, qüvvətli turşudan əmələ gələn duzlar. Zəif əsas, zəif turşudan əmələ gələn duzlar. İndi birinə qüvvətli qoyun, birinə zəif. Eləmə, qulaq az. Qüvvətli əsas, zəif turşudan əmələ gələn duzlar. Zəif əsas, qüvvətli turşudan əmələ gələn duzlar. Burada zəif idi. Zəif əsas, zəif turşudan əmələ gələn duzlar. Bunun mənası nə deməkdir? Adına baxın. Qüvvətli əsas, qüvvətli turşudan əmələ gələn duz o deməkdir ki, bu duzun həm metalı zəif olsun, həm metalı güclü olsun, həm də turşusu güclü olsun. Fikrim qalır sizdə, dərsə qulaq as. Qüvvətli əsas, qüvvətli turşudan əmələ gələn duz o deməkdir ki, həm metalı güclü olsun, həm də turşusu güclü olsun. Məsələn, metalı güclü natrium, turşusu güclü SO4. SO4-ün də ekvivalentli olduğunu bilirik də. Məsələn, metalı güclü, turşusu güclü və yaxud yenə metal güclü, turşu güclü. Adından görünür, qüvvətli əsas, qüvvətli turşudan əmələ gələn duz o deməkdir ki, bunun həm əsas tərəfi güclü olmalıdır, yəni həm metal tərəfi güclü olsun, həm də turşu tərəfi güclü olsun. Aydın oldu nə dedik? İndi zəif əsas, qüvvətli turşudan əmələ gələn duz adından görünür, əsası zəif, yəni metalı zəif, amma turşusu güclü olsun. Məsələn, metalı zəif, mis, güclü turşu, SO4. Başqa bir metalı zəif, zəif yəni aktiv olmasın da, orta aktiv olsun. Metalı zəif, turşusu güclü. Başqa bir metalı zəif denən argentium, turşusu güclü. Güclü turşu dediniz, orada zəif turşu yazmışsınız.
Qüvvət turşu mu? Mən düzdür, burada durun dəyişək. Zəif əsas, qüvvətli turşu. Yaxşı ki dedirsən. Fikrim qalır onlardakı, ancaq dərsə qulaq assınlar. Deməli, burada onda qüvvətliyinə baxarıq da. Qüvvətli, bu da zəif. Deməli, zəif əsas qüvvətli turşudan əmələ gələn duzlar adından görünür. Bunun əsası zəif olmalıdır. Görüm çəkir. Əsası, yəni metalı zəif olmalıdır. Turşusu da güclü olmalıdır. Zəif metal orta aktiv də ola bilər, pasiv də ola bilər. Metalı zəif, turşusu güclü. Metal zəif, yəni zəif əsas qüvvətli turşudan əmələ gələn duzdur. Aydın oldu? İndi qüvvətli əsas zəif turşudan əmələ gələn duz o demək ki, bunun metalı güclü olsun, amma turşusu zəif olsun. Metalı güclü, məsələn kalium, bir dənə zəif turşu deyək. Sulfit, elə deyil? Sulfit. Bu 2 valentlidir, bu da 1 valentli. Metalı güclü, natrium, bir də zəif turşu. Silikat, axı bu da 2 valentlidir, belə düşəcək. Qüvvətli əsas zəif turşudan əmələ gələn duz o deməkdir ki, metalı güclü olmalıdır, turşusu zəif olmalıdır. Güclü turşu. Ümumiyyətcə bir dənə xatırlayaq. Qüvvətli turşular deyəndə perxlorat, əzbər, sulfat, nitrat, xlorid, bromid, yodid. Bunlar qüvvətli turşudur. Yerdə qalan turşu. Florid orta güclü. Yerdə qalan turşuların adını çəkiriksə H2S, H2SO3, H2CO3, silikat turşusu, üzvü turşular bunlar zəif turşulardır. Deməli güclü turşular nədir? Perxlorat, sulfat, nitrat, xlorid, bromid, yodid. Qüvvətli əsaslar hansılardır? Qüvvətli əsaslar qələvilərdir. Aktiv metalların hidroksidləri qələvilərdir. Aktiv də litium, natrium, kalium, rubidium, sezium, fransiyum, kalsium, stronsium, bariumun hidroksidi qələvidir. Yəni qüvvətli əsasdır. Yerdə qalan əsaslar zəif əsasdır. Zəif əsaslar çöküntü halında olur. İndi zəif əsas zəif turşudan əmələ gələn duz. Zəif əsas baxın, NH4-ün əsası zəif əsası. NH4OH keçəcək yazıq dərsindəki naşatır spirtidir. Zəif əsası NH4OH. Zəif əsas zəif turşudan əmələ gələn. Zəif turşudan sən S-i yaz. H2S-dən götürülüb də 2 valentlidir. Bura 2 düşər. Zəif əsas NH4 başqa bir turşu yazaq. Məsələn, CO3 yazaq. CO3 2 valentlidir də. Zəif əsas zəif turşudan əmələ gələn duzlar. Deməli, baxın, adını bir də deyirəm. Qüvvətli əsas qüvvətli turşudan əmələ gələn duz o deməkdir ki, metal da güclü, turşusu da güclü. Zəif əsas zəif turşudan əmələ gələn duz o deməkdir ki, əsası da zəif olsun. NH4OH zəif əsasdır. Turşusu da zəifdir. Qüvvətli əsas zəif turşu metalı güclü, turşusu zəif. Zəif əsas qüvvətli turşu, metalı zəif, turşusu güclü olan deməkdir. İndi gəl bu duzların mühitlərinə baxaq. Lakmusun nə rəngə boyayır ona baxaq. Keçmişik ki, qələvlər lakmusun nə rəngə boyayar? Göyərdər. Amma suda həll olmayan əsaslar, yəni çöküntülər lakmusun rəngi dəyişməz. Turşular lakmusun nə rəngə boyayar? Qırmızı. Amma silikat və borat çöküntü olduğuna görə lakmusun rəngin dəyişmir. Amma karbonat cüzi tam da qızarda bilmir, çəhrayı rəngə boyayır. Bunlar keçirib. Bəs yaxşı duzları keçməmişik. Duzlar lakmusun nə rəngə boyayır? Duzların da qaydasını deyirəm. Əgər qələvi mühitlidirsə, lakmusu göyərdər. Əgər turş mühitlidirsə, turşular lakmusu neyinir? Qızardır. Lakmusu qızardar. Əgər neytral mühitlidirsə, lakmusun rəngini dəyişməz. Deməli, turş mühitli duzlar lakmusu qızardır. Qələvi mühitli duzlar lakmusu göyərdir, neytral dəyişmir. İndi hardan biləcək hansı necə duzdur? Bax, metalı da güclüdür, turşusu da güclüdür. İkisi də bir-birinə bərabərdir. Metallıq turşuluğa bərabər. Deməli, neytraldır da mühit. Elə deyil. Yəni, bu duzlar neytral mühitlidir. Neytral mühitli o demək ki, lakmusu nə rəngə boyayacaq? Dəyişməz. Bunlar lakmusun rəngini dəyişmir, qısaca yazıram. Yəni, bunların əsaslıq OH-dan göstərilir axı. Əsaslıqları bərabərdir. Turşuluğuna əsaslıq turşuluğa bərabərdir. Hər ikisi qüvvətlidirsə, əlbəttə ki, əsaslıq turşuluğuna bərabərdir. Belə də göstərmək olur. OH-ı pH-dan da yazırlar. pH bərabərdir 7-yə. Bu elə bir ki, pH ilə OH-lığı deməkdir, 7-də turşuluğu göstərir. Yəni, əsaslıq turşuluğa bərabərdir. Gələk bura. Zəif əsas qüvvətli turşulara əmələ gələn duz. Bunun nəyi güclüdür? Metalı zəifdir, turşusu güclüdür. Turşusu güclüdürsə necə mühitli olacaq? Turş mühit. Nəyi güclüdürsə mühit odur da. Burada bərabərdir, neytraldır. Bunun metalı zəif, turşusu güclüdür. Yəni turş mühitlidirsə lakmus nə rəngə boyayar? Qırmızı. Lakmusu qızardar. Baxın, turş mühitlidirsə,
turşusu güclüdür də bunun. Bunun haşlığı, haş olan ağ turşuların içində var. Haşlığı o haşlığından böyüdür. Və ya pH kiçikdir 7. Yəni turş mühitdirsə deyirik, turşusu güclü olur. Turşusu güclü nə deməkdir? Haşı güclü olur. Çatdı? İndi qüvvətli əsas zəif turşudan əmələ. Buna baxın. Metalı güclü, turşusu zəifdir. Nəyə güclüdür? Metalı güclüdür. Yəni qələvisi güclüdür. Yəni əsası güclüdür də. Belə çıxırmı ki, bundan metalı güclüdür də. Turşusu güclü deyil. Turş mühit deyil. Bu qələvi mühitdir. Qələvi mühitsə lakmusu nə rəngə boyayar? Qələvi mühitsə lakmusu göyərdər. Bunun əsası güclüdür. Yəni əsaslığı güclüdür turşuluğundan. Aydın oldu nə dedik? pH 7-dən kiçik olur yəni. Düzdür, pH böyüdür 7-dən. pH elə o H deməkdir, belə fikirləşin. İndi zəif əsas zəif turşudan əmələ gələn duz. Adından görünür, əsası da zəifdir, turşu da zəifdir. Necə mühitli olar? Neytral. Neytral. Hər ikisi bir-birinə bərabərdir. Neytral O da mühitlisə 7-yə bərabər. lakmusun rəngi dəyişmir. Yəni əsaslıq turşuluğa bərabərdir. İndi bizə deyir ki, hidroliz baxımından duzlar 4 yerə bölünür. Hansı duzlar hidroliz edir, hansı duzlar hidroliz etmir? Ümumiyyətcə duzun tərkibində zəif hissəcik olmalıdır ki, o zəif hissəciyə görə hidroliz eləsin. Duz tərkibində zəif hissəciyə görə hidroliz edir. Yəni duzların su mühitində parçalanması zəif hissəcik olmalıdır ki, o parçalansın da. Qüvvətli olarsa bu necə parçalanar? İndi deyirəm ki, bax, qüvvətli əsas, qüvvətli turşudan əvvələ gələn duzun içində bir zəif hissəciyi görürük biz. Xeyr. Bu duzlar, bax, qüvvətli əsas, qüvvətli turşudan əmələ gələn duzlar hidroliz etmir. Etmir. Bax, bunlar hidroliz etmir. Hansı duzlar hidroliz eləmir? Qüvvətli əsas, qüvvətli turşudan əmələ gələn duzlar. Bir də çöküntü halında olan duzlar hidroliz etmir. Çöküntü halında olan duzlar ola bilər, tərkibində çöküntünün zəif hissəciyi ola bilər. Yəni çöküntü halındadırsa, tərkibində istəyir zəif oldu, olmadı, dəxli yoxdur. Çöküntü halında olan duzlar hidroliz eləmir və qüvvətli əsas, qüvvətli turşudan əmələ gələn duzlar hidroliz eləmir. Tərkibində zəif olmalı ki, hidroliz eləsin. Buna baxaq. Zəif əsas, qüvvətli turşu. Bunun tərkibində zəif əsas var axı. Elə deyil. Deməli, bu duzlar hidroliz eləyir. Bəs nəyinə görə hidroliz eləyir? Biz deyirik axı zəifə görə. Deyir, beləcə ki, metalına görə. Metalı zəifdir axı. Amma bunun turşusu güclüdür axı. Buna görə eləməz. Bu metalına görə hidroliz eləyir. Yəni, katyona görə hidroliz eləyir. Deyə sardan bildiyi katyondur. Turşu qalığı əlbəttə ki, aniyondur. Mən də deyirəm, zəifə görə eləyir. Bunun zəifi budur da, metal katyonu olur. Bu duzlar katyona görə hidroliz eləyir. Gələk buna. Duz tərkibindəki zəif hissəciyə görə də hidroliz eləyir. Buna görə eləyər də, turşusuna görə. Turşu qalığı aniyondur, katyondur. Aniyon. Aniyon. Bu duzlar aniyona görə hidroliz eləyərlər. Bu duzlar hər ikisi zəifdir. Beləcə ki, bu duzlar həm katyona görə hidroliz eləyirlər, həm də aniyona görə hidroliz eləyirlər. Həm katyona, həm də aniyona görə. Yəni, ən yaxşı hidroliz eləyən duzlar hansılardır? Zəif əsas, zəif turşudan əmələ gələn duzlar ən yaxşı hidroliz eləyən duzlardır. Duz tərkibindəki zəif hissəciyi hansıdırsa, ona görə hidroliz eləyir. Metalı zəifdirsə, metalına, katyonuna görə hidroliz eləyir. Turşu qalığı zəifdirsə, turşu qalığına görə, yəni aniyonuna görə hidroliz eləyir. Hər ikisi zəifdirsə, həm katyonuna, həm aniyonuna görə hidroliz eləyir. Amma hansı duzlar hidroliz eləmir? Qüvvətli, yəni qüvvətli əsas, qüvvətli turşudan əmələ gələn duzlar və çöküntülər hidroliz etmir. Bəzən uşaqlar bunu səhv salır. Məsələn, deyirəm ki, verirəm kalsium CO2. Deyir, bu nəyə görə hidroliz eləyir? Uşaq da deyir ki, baxın, metal güclüdür, karbonat zəif turşudur. Düşünür ki, turşu aniyonu zəifdir də. Deyir ki, aniyonuna görə hidroliz eləyir. Düşündüyün deyirəm ki, bu fikirləşir ki, aniyonuna görə hidroliz eləyir. Və lakmus nə rəngə boyur? Düşünür ki, metalı güclüdür də. Güclüdürsə, əlbəttə ki, qələvi mühitdir. Əsası güclüdürsə, qələvi mühitdir, göyərdir. Amma bu deyilən fikirlər hamısı səhvdir. Niyə? CO2-lərdən natrium, kalium, NH4-dən başqa bütün CO2-lər çöküntüdürmü? Çöküntü halında olan duzlar hidroliz eləmir. Nə olsun içində zəif hissəcik var? Zəifə zada baxma. Çöküntüdürmü? Hidroliz eləmir. Çöküntüdürmü? Lakmusun rəngini dəyişmir. Çatdı nə dedi? Hansı duzlar hidroliz eləmir? Qüvvətli əsas, qüvvətli turşudan əmələ gələn duzlar və çöküntü halında olan duzlar hidroliz eləmirlər. Duz tərkibindəki zəif hissəciyə görə hidroliz eləyir. Amma lakmusu nəyə görə boyuyur? Qüvvətliyə görə. Turşusu güclüdürsə, turşusuna görə, yəni turşu mühitlidir. Qələvsi güclüdürsə, qələvi əsasi mühitlidir, yəni lakmusu göyərdir. Bunu bildik. İndi bizə deyir ki, qulaq asın ay bala.
bunun haqqında məlumat verək. Əvvəl onda deyək ki, qatılıq artanda hidroliz qabiliyyəti zəifləyər. Hidroliz nə deməkdir? Duzların su mühitində parçalanması hidroliz adlanır. Yəni duzu suya tökəndə hidroliz yaxşı gedir də, güclü gedir. Belə çəkib qatılaşma gedəndə hidroliz nə olacaq? Azalacaq. Axı deyirik duzun su mühitində, duru mühitdə olmalıdır ki, hidroliz yaxşı getsin də. Qatı mühitdə hidroliz zəifləyər. Yəni qatılıq artanda hidroliz qabiliyyəti zəifləyər Hüseyn. Məsələn bizə nə verilir? Kalium 2S, mis 2 xlorid, bir də natrium 2 SO4 və kalsium karbonat. Mənə deyir ki, bura baxın. Mənə deyir ki, bu duzlar haqqında danışaq. Necə mühitlidir? Metalı güclüdürsə, necə mühitlidir? Əsas. Qələvi mühitli. Yəni lakmus nə rəngə boyar? Göyərdər. Yəni nəyə görə hidroliz eləyər? Yəni nəyə görə hidroliz eləyər? Yəni S-ə görə. S-ə görə. Aniona görə hidroliz eləyər. Burada metal zəhər turşusu güclüdür. Necə mühitdir? Turş mühitdir. Turş mühit lakmusu qızardır. Nəyə görə hidroliz eləyir? Kationa görə, zəifə görə hidroliz eləyir. Metal da güclü, turşu da güclü. Neytraldır, hidroliz eləmir. Amma bu çöküntüdür. Nə olsun metal güclü, turşu da. Bu çöküntüdür, hidroliz eləmir, neytral mühitli lakmusun rəngini dəyişmir. İndi mənə nə deyir? Biz bayaq dedik, qatılıq artanda hidroliz qabiliyyəti necə dəyişir? Zəifləyir. Bax, məsələn, bunun üzərinə bir dənə qələvi gəlim. Deyək ki, bir dənə də turşu gəlim, H2S. Bunun da üzərinə bir dənə qələvi gəlim, bir dənə də turşu gəlim. Bunun da üzərinə bir dənə qələvi gəlim, bir dənə turşu gəlim. Bunun da üzərinə bir dənə qələvi gəlim. Demirəm, amma cavab nə alınır? Prosta mənə deyir ki, hidroliz artır yoxsa azalır? Qatılıq artanda hidroliz qabiliyyəti azalır dediyimi? Bəli. Baxın, bu necə mühitlidir? Metalı güclüdür. Qələvi mühitli duzun üzərinə əgər qələvi gəlirəmsə, bu qələvinin qatılığını artırmış oluram. Qələvi mühitlinin üzərinə qələvi gəlirəmsə, qələvliyi qatılaşar. Qatılaşanda nə olacaq? Hidroliz zəifləyəcək. Deməli, qələvi mühitli duzun üzərinə digər fərqli mühit gələk ki, qələvliyi artmasın da. Turşu gələndə hidroliz artar. Deməli, duzun üzərinə içindəki mühitdən gələndə hidroliz zəifləyər. Məsələn, qələvi mühiti idimi? Qələvi gəldi, hidroliz zəiflədi. Bir duzun üzərinə fərqli mühit gələk ki, hidroliz qabiliyyəti artsın. Məsələn, metalı zəif, turşusu güclüdürmü? Elə deyil. Bu turş mühitdir. Turş mühitinin üzərinə turşu gələndə hidroliz nə olacaq? Zəifləyir. Onda turş mühitinin üzərinə qələvi gəlir ki, hidroliz artsın. Amma bu qüvvətli, əsas qüvvətli turşudan əmələ gələn duzdur. Budur ümumiyyətcə bu duz qüvvətli ilə qüvvətlidən əmələ gəlib, bu hidroliz eləmir. Üstünə nə gəlirsən gəl, bu hidroliz eləmir. Hidroliz artıra bilməzsən, azalda bilməzsən. Eləmir axı artırım və ya azaldım. Qüvvətli əsas qüvvət turşudan əmələ gələn duzlar hidroliz eləmir. Nə edirsən də özü öldür eləmir. Çöküntüdür. Nə edirsən elə eləmir. Bunlar eləyən duzlardır. Elədiyini artırmaq üçün nə edirəm? Duzun içindəki mühit nədirsə, qələvi mühit deyilmi? Həmin o qələvidən gəl ki, hidroliz zəifləsin. Turşu mühit deyilmi? Turşudan gəl ki, hidrolizi zəifləsin. Amma fərqli mühit gələndə hidroliz artır. İndi buna başqa bir sual, fikir verin. Mənə deyir ki, bax, bunları bildik. Axırıncı hissələr deyirəm. Bizə deyir ki, bu duz hidroliz eləyir. Qulaq asay bala. Bu duz hidroliz eləyəndə necə mühit əmələ gətirir? Necə duz əmələ gətirir? Məsələn, deyər ki, bu duz hidroliz eləyəndə necə duz əmələ gətirir? Və ya bu duz hidroliz eləyəndə necə mühit əmələ gətirir? Birinci mən mühiti bildim. Murad. Metalı güclü turşu zəif qələvi mühit deyilmi? Qələvi mühitli duzlar hidroliz eləyəndə turş duz yaradır. Yəni bu hidroliz eləyəndə turş duz yaradır. Turş duz metaldan kəsirəm bu hidrogeni. Elə ki bu HOH-dır da belə deyək. Bu hidrogeni kəsirəm. Bir də hidrogeni kalium H. Yerdə nə qaldı? Kalium qaldı mı? Bir də OH qaldı mı? Alınır kalium OH. İndi buna baxaq. İndi bax yenə deyirəm. Mənə desə ki, bu duz hidroliz eləyəndə necə mühit yaranar? Mühit qələvi mühitdir. Bu duz hidroliz eləyəndə necə duz yaranar? Qələvi mühitlidirsə hidroliz eləyəndə turş duz yaradar. Aydın oldu nə dedik? Gələk buna. Metalın zəif turşusu güclüdür. Metalın bu necə mühitlidir? Turş mühitli duz hidroliz eləyəndə əsasi duz yaranacaq. Turş mühitlidirsə əsasi duz yaranar. Nə baş verər? Bunun birini kəs, OH-a ver. Mis, OH, xlor. Belə oldu mu? Yerdə burada nəyim qaldı? Xlorum qaldı, bir də H-ım qaldı da.
və H-xlor əmələ gəlir. Aydın oldu. Turş mühitli duzlar hidroliz eləyəndə əsasi duz yaradır. Əsasi duz mühit yox ha. Əsasi mühitli, yəni qələmi mühitli duzlar hidroliz eləyəndə turş duz yaradır. Əsası olanda turş duz. Hə, Duz olanda turş isə- mühit olanda əsasi duz yaradır. Hə. Aydın oldu. Bu dərs ən asan dərsdir.